Salam əziz kanal izləyicilərimiz, bugün yeni bir həyət evimiz çıxıb satışa. Evimiz yerləşir Masazır qəsəbəsində 2 mərtəbəli 4 otaqdan ibarət həyət evidir. Şəxsi istifadə üçün təmir olunmuş evdir. Evimizin darvazası, çöldən görünüşü. Keçək evin içərisi ilə sizə tanış edim. Evimiz çox gözəl təmir olunmuş, şəxsi istifadə üçün tikilmiş evdir. Geniş həyəti var, sənəd kubçadır. Baxın, görürsünüz, həyət tamir olunub və həyətdə əlavə olaraq belə bir otaq da tikilib. Yəni istəyən adam yay mətbəxi kimi istifadə eləyər, istəyən adam yəni əlavə artıq əşyaları qoya bilər. Belə bir görünüşü var evimizin. Çox səliqəli, çox gözəl tikilmiş evdir. Həqiqətən də zövqlü tikilib, hündür evdir. Keçək evimizin otaqları ilə sizə tanış edim. Kürsülüdür, cüt daşla tikilib. İpotekaya yararlıdır evimiz. Evə daxil olan kimi belə bir qonaq otağıdır. Keçək mətbəxə. Bu evimizin mətbəxidir. Mətbəx də yetərincə genişdir və mətbəxdən də belə həyətə çıxışdır. Və burada da əlavə gördüyünüz kimi çox gözəl, yəni yay üçün oturmağa yer ayrılıb. Qeyd etdiyim kimi evimiz şəxsi istifadə üçün tikilmiş evdir. Çox zövqlə tikilir. Hər iki mərtəbə ikisi də istipol olunub. Bura evimizin sanitar qovşağıdır. Hər iki mərtəbədə sanitar qovşağı var. Hər iki mərtəbədə istipol olunub. Keçək evin otaqları ilə sizə tanış edim. Bura evimizin bir yataq otağı və gördüyünüz kimi çox gözəl, qeyd etdiyim kimi səliqəli tikilmiş evdir. Cüt daşla tikilib, pəncərə qabaqları açıqdır. Bura evimizin ikinci sanitar qovşağı. Bura növbəti yataq otağı. Mənzərə gördüyünüz kimi çox hündür yerdə tikilib evimiz. Hər tərəfi açılırdı. Burada evimizin digər yataq otağı. Keçək eyvana. Belə bir eyvanı var və evin həyətinə bir də baxın. Mənzərə çox gözəldir, yəni hündürdür. Evimiz yetərincə hündür evdir. Ümumilikdə evin sahəsi haradasa 140-150 kvadrat metrdir. 2 mərtəbə, 4 otaqdan ibarətdir evimiz. Mərtəbə arası monolit betondur. 2 sanitar qovşağı var. Sənədləri kubçadır, yəni ipotekaya yararlı evdir. Və real alıcı olsa, satışda cüzi endirim olunacaq. Videoya baxıb kanala abunə olmağı və bəyənməyi unutmayın. Əgər sizin nəzərdə satılası eviniz, daşınmaz əmlakınız varsa bizə müraciət edə bilərsiniz. Satışda sizə köməkçi ola bilərik. Diqqətinizə görə öncədən təşəkkür edirəm. Sağ olun.